Avqustun 10-da olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə üstünün, nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərində duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 32-37 dərəcə isti. Dağlarda gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.